Gördüyün ulduzların çoxu artıq ölüdür. Partladıkları üçün yox, keçmişə baxdığın üçün. Gecə səmasına baxanda ulduzların indiki halını görmürsən. Onların illər, əsrlər, hətta 1000 illər əvvəl yaydığı köhnə işığı görürsən. Yəni baxdığın ulduz dəyişmiş ola bilər, sönmüş, fövqəladə novaya çevrilmiş ola bilər və sənin bundan heç xəbərin olmaz. Ancaq səma bir zaman maşınıdır. Hər ulduz fərqli bir zaman damğasıdır. Yaxın ulduzlar sənə daha yaxın keçmişdəki kainatı göstərir. Uzaq ulduzlarsa ondan qat-qat qədimini. Galaktikaları isə milyonlarla il əvvəlki halları ilə görürsən. İndi isə insanları çaşdıran məqama gələk. Elə bu an belə vahid bir məqam olaraq mövcud deyil. Bütün kainatın ortaq olduğu bir universal bir indiki zaman yoxdur. Yəni gecə səması bir anlıq şəkil deyil. O tarixin kolyajıdır. Fərqli yaşlar, fərqli məqamlar, hamısı bir mənzərədə cəm olub. Sən kosmosa yox, keçmişə baxırsan. Kainat da sənə heç vaxt indini göstərmir.